mən həsrət çəkirəm bu boyda ölkədə. Mənim 7 oğlum var, onun 6-sı 6 rayonda, 6 posta durub. Həmən vəzifələrdən xahiş edirəm, onların uşaqları da hələ gedib posta durubmu məninkilər qədər. Mənim bu oğlum Elbək, Əlibəy. O elə bir yerdeydi, gündəlik deyir, üstümə qırma kimi tökürdü gecə. Gündüz gedib o qırmaları topalayanda deyirdi, bunlar gecə başımıza yağırdı. Həmən yerdən gəlib. İndi bu boyda Azərbaycan hökuməti nətər olur? Mənə bu boyda torpaq elə mükəmməl aparıb qoyurdu postlara bir-bir. İndi ancaq mənə bu boyda torpaq imişdir, onu mənə vermir. İçəri girəndə az qalır ki, bir adam gətirə, dubunka ilə məni çölə çıxarda. Niyə girirsən içəri? Nə deyirəm, abalam, səndən nə istəyirəm? Dədəmin torpağından bu boyda istəyirəm. Nətər olur mən Azərbaycanda ola, mənim uşaqlarım belə xalqa xidmət eləyir. Mənim hörmətim yoxdur bu boyda rayonda, bu boyda imişdir rayonunda, istər Bakıda. Burada bir pıllı adam var. Mənim uşağımı 20 dəfə qapıya yeriyib döymək istəyir, söv, şəxsən mənə də. Deyir ki, mənim pulum var. Sən kimsən? Budğa buradaydı. Mənim pulum var, sən kimsən, sən heyvan saxlayasan. Qoduq, sən kimsən, getkinin heyvanı o saxlayın. Mən pıllıyam, pıllı pulsuz öldürməli deyil. Mənim uşağımı şəxsən qatdı qabağı ilə, minisiya ilə evdə qoladı şəxsən. Mən onun dalında durmuşam. Qoymadım maşına mindirib apararlar. Niyə bildim, əldur pulu qoyacaq ora, uşağımı döydürəcək, yatacaq içəri. Nədən örtü? Bir qırıq torpaqdan örtü, ki qoyun dişləyəcək, o otdan örtü. Niyə? Deyir, varım var, tanışım var. Ben hansı qanunda yazılıb, hansı kitab yazılıb, harada oxumuşuq, bu boyda yeri. Mənim evimdə o qanunlar kitabı var. Açıb oxuyursan, görürsən bizim başımıza gələn qanunların biri yoxdur orada. Hamısı bizə əks təzir üstümüzə. Bu cəmiyyətdə, Azərbaycan millətində bircə şey var. Bizim ondan beynimiz çatmır. Bizdə düşüncə tərzimiz azdır ki, biz ondan kasıbıq. Kasıbıq ki, bizim ancaq var, kar. Falan kəsin belə villası var, falan kəsin gözəl maşını var, falan kəs toyda belə görkəmdə pılatdı, belə görkəmdə ged. Bizim o barədə şuuru düşüncəmiz, tərzimiz azdır. Yoxdur bizdə o barədə. Ələ götürmür, mən elə baxır görür cındırın biri də, onun neyinəm, hillət at üstün torpaqlı. Bax, budur bizim düşüncə tərzimiz, budur bizim qabiliyyətimizin çatışmaqlığı. Ona görə də mən xahiş edirəm, məni başa düşsün. Yəni, birinci imişdir onu. İkinci, Azərbaycan xalqının yaxşı oğlanları başa düşsün ki, mən bura kimisə təhqir eləmə, kimisə nüfuzdan salmağa, kiminsə qeyrətin əlindən almaqdan yox. Mənim o heyvanıma bir qırıq yer versin, o otlasın, mən bu balalarıma bir ölməmişdən əv tikim, o iki uşağımın başını bir yerə yıq.